Salam, hər birinizi yeni ayın ilk iş həftəsində ürəkdən salamlayırıq. Əslində ilin bitməsinə də çox zaman qalmayıb. Amma təklif edərdim ki, siz işlə bağlı ümidlərinizi yeni ilə bağlamayın. Bəlkə yeni il gələnə qədər siz yeni iş tapacaqsınız. Bu arzunu daha əlçatan etmək üçün sizə yaxşı təkliflərimiz var. Təklifin birincisi bizi Neftçaladan və Neftçalaya yaxın regionlardan izləyən işsiz və iş axtaran şəxslər üçündür. Belə ki, Neftçalada fəaliyyət göstərən Aydigo MMC şöbə rəisi vakansiyası üzrə işçi axtarır. Bu iş üçün 28-55 yaş arası namizədlər müraciət edə bilərlər. Maaş 1500-1700 manat aralığında olacaq, amma təhsiliniz mütləq ali olmalıdır. Xaçmazda yerləşən Ekspres Bank isə müştərilərlə iş üzrə mütəxəssis axtarışındadır. Təhsili ali, yaşı 21-27 arasında olan, işsiz və iş axtaran Xaçmaz sakini. Vaxt itirmə, elə bugün müraciət et. Maaş təklifi isə 400-600 manat aralığında olacaq. Akses Bankın müştəri xidmətləri üzrə mütəxəssis vakansiyası üzrə iş təklifi isə Xankəndidəki filialı üçündür. Bəli, yaşınız 25-45 aralığındadırsa, təhsiliniz ali, özünüz də işsizsizsə və Xankəndidə yerləşən Akses Bankın əməkdaşı olmaq istəyirsinizsə, onda ərazi üzrə məşğulluq filialına yaxud da xidmət şöbəsinə yaxınlaşa bilərsiniz. Qədim Gəncənin işsiz, iş axtaran və ali təhsilli sakinləri. Yaşınız 18-50 arasındadırsa, onda Yellow Bank sizi axtarır. Daha doğrusu mikrobiznes müştərilər üzrə mütəxəssis axtarır və bu şəxs siz ola bilərsiniz. Yetər ki, zaman itirmədən müraciət edin. Qəbələdə fəaliyyət göstərən Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı Açıq Səhmdar Cəmiyyəti isə ixracat üzrə mütəxəssis axtarışındadır. Bunun üçün yaşınız 25-45 aralığında, təhsiliniz isə ali olmalıdır. Bu vakansiyaların hər hansı birinə müraciət etmək üçün ərazi üzrə regional məşğulluq filiallarına və ya xidmət şöbələrinə yaxınlaşa bilərsiniz. Yeni vakansiyalarla görüşənədək. Hələlik!